Fariz bəyə dəvət edirəm mən. Fariz müəllim, çox qısa 30 saniyə ərzində nəyə görə bu mövzunu seçmisiniz, onu təqdim edib, sonra mövzuya keçsəniz çox yaxşı olardı. Təşəkkür edirəm sual üçün. Əslində bu ən ağır mövzulardan biri idi. Mövzu nə? Yəni bunu seçmək ən ağır mövzulardan biri idi. Çünki mən iki dənə ən sevdiyim, çatışda ən sevdiyim məqam var. Rəqəmlər və insanlar. Biraz dərin düşündükdən sonra rəqəmlərə yox, insanlara üstünlük verməyə qərar gəldim. O yüzden rəqəmlərin arxasındakı güc mövzusunu seçdim. Rəqəmlərin özünü yox. Hər kəs salamlayıram. Çox sağ olun bugün İsrail günü zahiri bizimlə keçirdiyiniz üçün. Bu bizim üçün çox önəmlidir. Mənim üçün çox önəmlidir. Nəyə görə? Burada mənim mövzumla bizzat ilgili insanlar əyləşiblər. Şənbə günün bura sərf edib gələn insanlar motivasiyalı və gələcəyini düşünən, gələcəkdə hansı addımlar atmaq suallarına cavab axtaran insanlardır. Buna görə bir daha təşəkkür edirəm sizə. Bugünkü mövzum rəqəmlərin arxasındakı güc mövzusudur. Çox sürətli keçir. Yes. Deməli, rəqəmlər bizim üçün nədir? Psixologiyada belə bir anlayışlar var ki, insan şüuru bütün məqamları rəqəmlərlə ölçməyə daha çox meyillidir. Niyə? Bu çox sadə bir yanaşma var burada. Çünki rəqəmlərlə ölçəndə bunun qədərin və miqdarını bilə bilirik biz burada. Niyə görə tarix rəqəmlərləndir? Nəyə görə hədəflər rəqəmləndir? Niyə görə hədəflərimiz qoyulanda deyilmir ki, gələn rüb daha yaxşı işləməlisən? Hər şey rəqəmlərlə ölçülür və bu rəqəmlərin arxasında bir güc var. Tural bəy bayaqları çox gözəl məqamlara toxundu. Rəqəmlərin arxasını araşdırmaya toxundu. Mən biraz o məqamı açmağa çalışacağım bu günləri. Hətta rəqəmlərin arxasında numerologiya deyilən bir elm var. Hər kəs bu inanır. Psixologiyada necə olur? İnsanlar rəqəmlərə inandıqları üçün onların arxasınca gedirlər. Düşünürlər ki, bu rəqəmlər onlara uğur gətirəcək. Beynin də belə bir funksiyası var ki, nəyə inanırsa onu reallaşdırmağa çalışır. Buradan belə bir məntiqi nəticə gətirməyə çıxartmaq olar ki, biz özlüyümüzdə rəqəmlərin nədir sualına cavab verək. Rəqəmlər özləri özlüyündə güc deyil, insanların onlara verdiyi mənadır. Mənadan asılı olaraq rəqəmlər dəyişmə iqtidarındadır. Rəqəmlər əgər biz ona yaxşı məna versək, hədəfə çevrilir, hədəf istiqamətə çevrilir, istiqamət nəyə çevrilir? Motivasiya. Gəlin biraz bu bayaq da açdığımız mövzunu açaq. Burada bariz bir nümunə var. Qızılın qiymətinin bu il necə dəyişdiyini görmüşük. Hər kəs bunu yaxından izləyirdi. Dediyim mövzunun ardı olaraq danışıram bunu. Burada kimlərsə fürsət görürdü qızılın qiymətinin artmasında. Kimlərsə problem görürdü, kimlərsə qeyri-stabillik gördü, kimlərsə problem gördü, övladını evləndirmək istəyir, fikirləşir ki, bu qızıla mən pulum çatacaqmı 3 aydan sonra, 5 aydan sonra. Kimlərsə ciddi fürsət gördü, qızılın qiymətinin artması fonunda fürsətdən yararlanıb daha baha satmaq iqtidarında oldular. Yəni bu, bayaq dediyim məsələyə gəlirik ki, arxa fonda biz onlara nə qiymət veririksə, necə yanaşırıqsa, rəqəm o deməkdir. Məsəl üçün, bizim rəhbərlik etdiyimiz komandalarda, çalışdığımız komandalarda hədəflər müəyyənləşdirir. Bəzi komandalara 100 min hədəf qoyanda insanlar onu fikirləşir ki, bunu edə biləcəmmi? Ona inanmayan insanlar ruhdan düşür, hədəfləri edə bilmirlər. Amma digər komanda üzvləri var ki, o 100 min hədəf qoyanda motivasiya olur, bir toparlanırlar, komanda olaraq bir yeni qaydalar təsis edib və bu hədəfə çatmaq istəyirlər. Mən özüm də bu həyəcanı yaşamışam əslində. Bir müddət öncə komandamın içində, yəni bizim çalışdığımız komanda, çalışdığımız şirkətdə biz belə bir qərarlar almağa başladıq. Rəqəmlərimiz var idi, bütün istiqamətlərimiz çox gözəl çalışırdı. Amma onun arxa fonu nə təsis edir və biz burada nələr edə bilərik? Bizə çox sadələşmiş gəldi bu. Hər il eyni hədəflər, eyni yanaşmalar, eyni istiqamətlər və biz rəqəmləri analiz edərək onların altından daha nə faydalar çıxarda bilərik? Məsəl üçün biz deyək ki, mən telekommunikasiya biznesini təmsil edirəm burada. Deyək ki, nömrələrin altında, nömrələr hara toxunur? İnsanların hansı istiqamətdə bir fayda qata bilərik? Bundan nə çıxdı ortaya? Cihaz biznesinə girmək. Və bunun kimi amilləri, rəqəmləri analiz edirlər. Onların arxasındakı fon məlumatların analiz edilərək gəlib çıxmışıq. Və biznesin əlbəttə ki, inkişafına böyük qatqısı var burada. Rəqəmlər satmır. Bu anlayışı mən istəyirəm biraz açım. Rəqəmlər satmır nədir? Mənim üçün nədir? Mənim üçün dediyim kimi, satışda ən əsas faktor insan faktorudur. Satıcının, əməkdaşın faktorudur.
Biz çox fikirləşə bilərik ki, gözəl təqdimatlar hazırlayaq, rəqəmlər üzərində çalışaq, rəqəmləri insanlara fərqli cür təqdim eləyək. Bu yaxınlarda sosial şəbəkələrdə yeni təqdim etmə formaları görmüşəm. Məsəl üçün 30 rəqəmi yazmaq istəyirlərsə, 0-ı fərqli bir setapda yazırlar və çoxlu müzakirələr gətirib çıxardır bu. Bunun da baxımın sayını artırırlar, insanlar çox ciddi reaksiya verir buna. Amma günün sonunda mən fikirləşirəm, və mənim qəti qərarımdır, yəqin ki, uzun illər bundan sonra belə davam edəcəm. İnsanlar satış edəndə emosiyaları satırlar. Heç bir təqdimatı keçirdiyiniz bir insan, sizin təqdimatda yazdığınız 3 manat, 5 manat, 7 manat, 700 min manat rəqəmini heç bir halda yadında saxlamır. Siz o təqdimatı çıxanda, təqdimatı sizdən götürür və masasının üzərinə buraxır. Onun aldığı əsas məsələ emosiyadır. Siz o hansı emosiyanı verirsiniz, hansı dəyəri qatırsınız məhsulunuza. Bu dəyər çox önəmlidir. Azərbaycan kültüründə, ümumiyyətlə şərq kültüründə belə bir misal var həmişə, deyir ki, dünyanın münasibətlər xilas edəcək. Bizim kültürdə bu daha qabarıq formadadadır. Biz yəqin ki, bu satış komandaları olaraq bunu daha çox reaksiya veririk və bilirik bunu. Ona görə ki, biz rəqəmlərdən çox emosiyalara, emosiyaların verdiyi qatqıya üstünlük verməliyik. Əlbəttə, burada insan faktorundan danışırıq burada. Burada insan faktorunun komandada olan güvən, komandada olan motivasiya, komandada olan psixoloji durum çox önəmlidir. Və mən belə bir kiçik bir olsa statistika və eyni zamanda rəqəmlərə toxunmaq istəyirəm. İş yerlərində güvənli komandalar, hansı ki bir-birinə güvənlilər, arxa güvənli komandalar 50% daha yüksək, bu bir statistikadır, 50% daha yüksək nəticə göstərirlər. Yəni komanda gücünə, öz komandanın heyətinə güvənli insanlar daha yaxşı nəticə əldə edirlər. Amma bununla bərabər bu 50%lıq bir nəticədə 85% insan çalışdığı yerdə motivasiyanı hiss etmir. Bu çox əslində bir fərqli bir yanaşmadır burada. Eyni zamanda müasir deyək ki, dövrdə, müasir bizneslərdə 40% insan, statistika deyir bunu, öz səriştələrinə inanmır. Ki, mən kifayət qədər səriştəli deyiləm bu çalışdığım mühitdə. Biz burada əslində nələrə toxunmalıyıq deyə məsələn mən bu məqamlara gəlmək istəyirəm. Motivasiya çox önəmlidir. Yəni birazdan qarşıda bunu açacağam hamısını. Yəni bunların hamısı gəldiyi məqam insanların uğura aparan yolundan danışmaq istəyirəm burada. İnsanları uğura aparan yol bir əməkdaşın, bir işçinin. Yəni biz bunlara çox gözəl almaya bilmərik. Yəni biz ola bilər düşünürük ki, rəqəmlər gözəl görsənir, insanlar necə gözəl hisslərdən danışır burada. Gözəl bir rəqəmə toxundu orada. Artım ola bilər rəqəmlarda, amma biz onun arxasında profiti ölçməsək, bizim üçün hər şey gözəl görsənəcək orada. Biz onun arxasındakı insanların bura nə qatqısı, nə qədər motivasiya, nə qədər enerjili olduğunu düşünməliyik. Uğura aparan yolu insanlar necə görürlər? Mən özüm kənardan istənilən bir insanın, gözəl karyera yüksəli olan insanlar necə görürük biz? O insanların karyerada pika çatdığı vaxtı görürük. Və istəyirik ki, o pikdə biz olaq, o piki istəyirik. O pik bizi həyəcanlandırır, orada olmağımızı istəyir. Amma heç kəs o keçən yoldan, nə qədər daşlı, qayalı, nə qədər yox cavabı aldığı yoldan heç vaxt danışmır. Öz karyerasında danışmır bunlardan. Və biz onu gördüyümüz üçün, biz ancaq istədiyimiz odur. Bu yolu necə keçmək lazımdır bilmirik. O yola düşdüyümüz halda tez dönə bilirik oradan. Buradan eyni vaxtda Talib bəyin dediyi məqama toxunmaq istəyirəm. Burada həmişə deyir ki, uğurlu insanların digər insanlardan fərqi nədir? Davamlılıq məsələsində. O insanlar maksimum dərəcə davamlılıq göstərirlər həyatlarında. İnsanlar əziləndə, insanlar problemlərlə üzləşəndə heç vaxt yollarını dəyişə bilirlər ancaq, məqsədləri dəyişmirlər. Bu mövzudan qəribdən irəli gələrək biz motivasiyanın nə qədər önəmli faktor olduğunu anlaya bilərik. Mən sizə bu gördüyünüz anlayışlar haqqında danışmaq istəmirəm. Öz həyat hekayəmi danışmaq istəmirəm. Çox qısa olacaq, sizi görməyəcəm bundan bağlı. İl 2012, mən Karvazı şöbəyə gəlmişəm. Baksiyer şirkəti il yarımdan sonra satdım. Bir yerdən sonra artıq gördüm ki, satmaq alınır və daha nələr eləyə bilərəm fikirləri gəldi. Mən rəhbərimlə yaxınlaşdım, danışdım ki, mən yəqin ki, yollarımı ayırmaq məcburiyyətində qalacam. Çünki mən artıq enerji almıram, artıq bu drive yoxdur məndə. Mənə dedilər ki, biraz səbirli ol, bir transformasiya dövrünə giririk, şirkətlə daxili sistemlərin dəyişməsi var. Sən ondan sonra nə istəyirsən, danışarıq bir yerdən. Nə baş verdi? Mən səyahətlərimin birindən qayıdıram. Gəldilər, dedilər ki, sən sabah uçursan Pakistana. Pakistan'a uçuram və
sistem almaq məsələsi var. O sistemdə CRM tərəfdən, biznes tərəfdən sən rəy bildirməz. Sən baxacaqsan. Getdim Pakistana, gəldim, getdim Avropa ölkəsinə, gəldim, getdim Misirə. Yəni, burada məni sadəcə bu sistemin içinə saldılar və mən sistemin içinə daxil oldum. Daxil oldum, başladım bu sistemi öyrənməyə. CRM sistemini çox gözəl öyrəndim və özümə yeni bilik qatdım əlbəttə ki. Qayıtdıqdan sonra dedim ki, bəs nə edə bilərəm burada? Dedilər, sərbəstsən, bu ideya bağlı nə istəyirsənsə platformalara əlavələr eləyək, CRM tərəfini inkişaf elətdirək. Bu sənlik. Birbaşa satışdan bu qədər enerji aldım və plus mənə bu qədər muxtariyyət verildi. Nə istəyirəmsə eləyə bilirim. Sistemi satışa necə lazımdırsa, elə qurmaq imkanı verdilər mənə. Və mən onu qurdum və günün sonunda nə oldu? Heç kəs onu öz üzərinə çıxmadı və məni sadəcə qabağa tələdilər ki, bu sistemi quran da filan kəsdir, Farizdir. Və mən tanındım. Şirkət daxilində tanındım. Məni bir motivasiya bir proqramı var, onun içində saldılar. Mən onu hiss eləmədən. Və mən o gün bu gündür dayanmamışam, şükürlər olsun. Və mən o motivasiyanın içindəyəm, hərəkətdəyəm, çox sürətli inkişaf eləməyə çalışıram. Və bir də o mənə bir drive verdi ki, şirkətdə baş verən axınların hər birinə əlimi uzadıram. Hər birində olmağa çalışıram ki, bu yaxınına məncə kömək edə bilər. Bu bir həyat hekayəsidir, amma mən özümdən necə xəbərim olmadan motivasiya olunmuşam sizə deyə danışdım. Ki, siz də bir gün əməkdaş olaraq deyirəm, bu tunelin içində olsaz, heç təəccüblənməyin. Deməli, sizi çox yaxşı dəyərləndirirlər rəhbərləriniz. Belə bir məsələ var. İndi bundan sonraki etapda keçəcəyim bir mövzu var. Maaşa diqqətli yanaşaq məsələsi var burada. Burada da bir neçə nümunələrdən gətirəcəm sizə. Hər bir əməkdaş satışda əlbəttə ki, çalışan, xüsusilə də mən B2B-dən danışıram, digər sahələrdə, retail sahəsində çalışan əməkdaşlar, hər biri bonusa və maaşa hədəflidirlər. Və əlbəttə ki, hər kəs daha çox pul qazanmaq istəyir. Heç kəs, bayaq İlham mənim çox gözəl bir söz dedi ki, siz qazana biləcək, mənə verə biləcəyiniz pulun üstündə pul istəyirəm sizdən, qoy sizi drive eləsin. Hamı istəyir pulu. Amma şirkətin də bir mövqeyi var bu tərəfdə, əlbəttə ki, bundan yanaşmadan irəli gəlmək lazımdır burada. Deməli, bir neçədən nümunə göstərəcəm sizə. 1900-cü illər Ford industriyanın inkişaf eləmə vaxtı çox aqressiv, hər kəsin ancaq pul hədəfi var. Burada əlbəttə ki, inkişafdan ancaq pul istiqam, insanlardan danışam, işçilərdən danışam. Araşdırılır ki, bazar inkişaf eləmir. Ford olaraq inkişaf eləyə bilmirik biz. Nəyə görə inkişaf eləyə bilmirik? Çoxlu suallar çıxır, çoxlu cavablar çıxır ortaya. Buradan qaynaqlanan məqamlardan biri işçilərin dayanıqsızlığından söz düşür. İşçilər dayanıqsızdırlar və qeyri-peşəkar xidmətlər göstərirlər və xidmət ortaya gəlib çıxa bilmir. Burada qərar nə olur hər zaman? Gəlin komandanı dəyişək, yenidən bir yanaşma tətbiq eləyək, bəlkə fərqli eləyək. Ford nə qərar verir burada? Maaşı 2 dəfə qaldırır. İnsanların maaşının hamısını 2 dəfə qaldırır. Yəni, nə qədər əməkdaşı varsa, hamısını 2 dəfə qaldırır. Buna çox böyük suallar olur ki, yoldaşlar, bu nə misaldır? Yəni, bu bankrotdur, yəni, başqa variant yoxdur. Və bu bazarda insanların dayanıqlılığını qorur, öz dayanıqlılığını. Şirkətdə axın yoxdur, şirkətdə stabil işçilər var. Hətta bazarın ən top işçiləri burada işləmək üçün can atırlar və ciddi bir motivasiya forması yaranır. Starbucks'ın eyni misalı var, yaxın misalı var ona. Starbucks'da inkişaf dövründə seçilmək üçün, yəni əməkdaşlara yatırımda seçilmək üçün fərqlənən şirkətlərdən biridir. Çox balaca bir işlər görürlər, insanları sığorta edirlər. Öz əməkdaşlarını sığorta edirlər. Fərqli bir şey eləmirlər. İnsanlar daha sağlam şirkəti sevərək gəlirlər ora. İnsanlar sevərək gəldikləri işlərin hər birini daha üst səviyyədə yerinə yetirirlər. Məsələn, bu fərqli bir misal da deyəcəm sizə. Bu səhv etmirəmsə Toyota'nın misalı idi bu. Bunu araşdırmada görmüşdüm onu. Toyota insanlara, öz işçilərinə nə imkanı verir? Production'dan danışır, istehsalatdan danışır. İstehsalat gedir. Hər bir işçinin, hər bir əməkdaşın ixtiyarı var ki, görsə ki, production'da istehsalata nəsə səhv gedir, gəlib knopkanı basıb söndürə bilər o istehsalatı. Bir tərəfdən o istehsalatda olan insanlar özünün məsuliyyətini istəyirlər ki, mən hər an bunu söndürə bilmərəm. Digər tərəfdən o qayğını göstərməyə məcburiyyətdə olduqlarını göstərməlidirlər. Və normal, məsələn, eyni zamanda Toyota'nın belə bir bonusla bağlı bir fikirlər var. Onlar belə model tətbiq edirlər. Hər bir işçi nə qədər optimizasiya eləyə bilirsə şirkətdə, onun faizini alır. Və eyni zamanda nə qədər işçi yenilik gətirirsə, onun faizini alır. Şirkət fayda qazanırsa,
bunun qarşılığında öz faizini alır bununla bağlı. Sonda bir məsələni toxunmaq istəyirəm. Daha çox bu məsələdə sizi yormaq istəmirəm. İnsan psixologiyasında belə bir anlayış var ki, insan beyni onun dəyər qazandığı, onun sevdiyi yerləri təkrardan etməyi sevir. Təkrardan özünü motivasiya etməyi sevir. Ona görə də siz dəyərli olduğunuz, dəyər qatdığınız yerləri sevin. Mən son bir video ilə istəyirəm sağollaşım. Toparladığımız bir video var. Ümid edirəm bəyənəcəksiniz. Səsi gəlmiyorsun. Təşəkkür edirəm. Çox sağ olun diqqətiniz üçün. Minnətdaram hər birinizə. Çox sağ olun. Təşəkkür edirik Faiz müəllim. Çox yaxşı mövzuydu. Mənim ən sevdiyim mövzulardan biri idi. Faiz müəllim, sizə bir sual vermək məqsədi ilə heç özümə əziyyət vermədim. Sizin prezentasiyanı yüklədim ChatGPT-yə. Dedim ki, Faiz müəllimə bir sual sorur. Və süni intellektdən sizə belə bir sual ünvanlanır. Əgər eyni rəqəmlər bir komandada stres və qorxu yaradırsa, digərində isə motivasiya və nəticə yaradırsa, eyni rəqəmlər. Burada problem nədədir? Rəqəmdədir, yoxsa bizim ona yüklədiyimiz mənadadır, yoxsa ona yanaşma tərzimizdədir? Mən burada indi ikili cavab verəcəm əslində. Bir rəhbər kimi cavab verəcəm və eyni zamanda necə cavab verilməlidir buna cavab verəcəm. Rəhbər kimi əgər bir komandada bir neçə cür hədəf, daha doğrusu bir hədəf varsa, komandada bir neçə cür qarşılanma varsa, deməli bu qarşılanmadadır. Yəni insanlarla biraz bunu üzərində işləmək lazımdır ki, hədəfi altında nələr yatır. Bəlkə ola bilər başa düşmürlər, motivasiyalar öz yerində deyil. Bunu başa düşən, anlayan və kütlənin faiz porşunları var. Nə qədər insan daha düzgün qəbul edir, nə qədər yox. Radikal olsaq, radikal görünmək istəmirəm əslində burada. Düzgün tərəf, əgər kimsə qəbul edirsə bu hədəfi, hədəf realizə olunansa, deməli bu hədəf düzgündür. Çox təşəkkür edirəm Faiz müəllim. Cavabınızı yükləyəcəm, nə yazsa sizə ünvanlayacağam. Tamam.